Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bugün sizlərlə çox asan, çox rahat keks hazırlayırıq. Bunun üçün 4 ədəd orta boy yumurtamızı mikserimizə əlavə edib yaxşıca qarışdırırıq. Ağardıqdan sonra isə, ağarmağa başlayandan sonra isə üzərinə 1 stakan, yəni 200 qram şəkər tozu əlavə edib tam qəşəng qatılaşana və ağappaq olana qədər çırpırıq. Ərzaqlarımızı çalışırıq ki, otaq temperaturunda istifadə edək. Daha sonra isə üzərinə 1 çimdik duz, yarım yemək çay qaşığı soda, 1 paket vanil, yarım stakan bitki yağı və 1 stakan süd əlavə edirik. Yəni 100 mg bitki yağı, 200 mg isə süd, millilitr isə süd əlavə edib yaxşıca qarışdırırıq. İlk olaraq yumurtanı çarpan zaman mikserimizə yüksək dərəcədə, daha sonra ərzaqları çırpan zaman isə, qarışdıran zaman isə aşağı dərəcədə istifadə edirik. Son olaraq isə üzərinə 10 yemək qaşığı, yəni 2 stakan yarım ələnmiş un əlavə edib kiçik sürətdə yaxşıca qarışdırırıq və son olaraq isə bişirəcəyimiz qaba, qəlibə yaxşıca yağ vuraraq qarışımı içərisinə əlavə edirik. Qeyd edim ki, borcamda bişirən zaman keks daha qəşəng olur, içərisi daha ağappaq, daha yumuşaq, daha gözəl görsənir. Lakin mənim qızım qəlibdə xoşladığı üçün qəlibdə bişirirəm. Əgər borcamda bişirəcəksinizsə 180 dərəcədə təxminən 30 dəqiqə, qəlibdə bişirəcəksinizsə 180 dərəcədə təxminən 50 dəqiqə ərzində bişir. Beləcə keksimiz hazırdır. Çox asan bir şəkildə hazırlandı. Yumuşaqdır. Əgər keksinizin yumuşağın olmağını istəyirsinizsə, siz də onu mütləq çalışın, az istifadə edəsiniz. Həmçinin ərzaqlarınızı daha öncədən soyuducudan çıxardasınız və yumurtanı yüksək sürətdə çırpıb digər ərzaqları əlavə edəndə isə çox aşağı sürətdə çırpasınız, mikserdə qarışdırasınız. Mümkünsə hətta əlinizdə qarışdırmağı tərcih edə bilərsiniz. Özünüzə yaxşı baxın, hər hansısa bir sualınız yarandısa şərh bölməsində qeyd edə bilərsiniz. Hələlik.